Şərurlu İsfəndiyar pul psixologiyasından bizə nə öyrətdi? Çoxlarımız İsfəndiyar müəllimin podkastını gördük. Harda ki, o Azərbaycan alimlərinə böyük dəyər verərək onlara işə cəlb edibdir və milyonlarla qazanıbdır. Bu podkastda bir biznesmenin özünü ironiya bacarığı və öz zəifliyini qəbul edərək bu zəifliyin üstünə necə gəldiyini çox yaxşı nümunəsidir. Lakin Şərurlu İsfəndiyar çox vacib pul psixologiyası dərsi keçibdi bizə. Bunu izah etmək üçün mən dostum Kənan Tabasaranskinin hekayəsini sizə danışmaq istəyirəm. İcazəsini almışam, xəbəri var. Kənan Azərbaycanın ən tanınmış biznesmenlərindən biridir və IT sahəsində böyük bir uğurları vardır. Kənan barədə biləcəyiniz bir şey varsa, o həm özünün inkişafına, həm də ki öz şirkətinin inkişafına küllü miqdarda vəsait və vaxt ayırır. Və bu yolun davamı olaraq o, Margulan Sensenbay'ın bir il proqramını alıbdır. Margulan Sensenbay kim tanımırsa, postsovet ölkələrində ən tanınmış biznes adamlarından biridir. Nə vaxtsa multimilyarder olubdur, sonra Nazarbayev onun bütün pullarını alıbdır, sonra yenidən multimilyonçu olubdur və hazırda gələcəyin multimilyonerlərini və multimilyarderlərini hazırlamaqla məşğuldur. Və bu bir illik proqramı üzərində bir çox insanlarla tanış olur. Günlərin bir günü Margulan onu 2 nəfər biznesmenlə bir masaya oturdu və deyir: Kəmran Bakina, bax bu yoldaş, bu Bənnadır. Bu yoldaş isə sadəcə paltar satışı ilə məşğuldur və hər ikisi səndən qat-qat varlıdır. Və yadında saxla Kənan, varlı olmaq üçün sənin o qədər intellektinə, o qədər biliyinə, təhsilinə o qədər də ehtiyac yoxdur. Varlı edən 3 faktor var. Birincisi risk etmə bacarığıdır, ikincisi səbirdir və üçüncüsü fokusdur. Və mən düşünürəm Şərurlu İsfəndiyar çox yaxşı bunun nümunəsidir. Uğurlar.